Demək ki, mən bu yarpaqlardan əkmişdim bu qabın içinə. İndi bunun yerini dəyişirəm. Yarpağın birinə baxıram ki, yarpaq əməli başı kök atır. Buradan da istəyir pöhrələnə. Ki, verirsiniz, buradan da pöhrələnmək istəyir. Əməli başı kökün uzunluğuna baxın. Yarpaqdan, limon yarpağından kök atıb. Nə boyda olubdur kökü. Bunu başqa bir qablara dəyişdim. Bir də buradadır. İkisini öz səkrankarımız olan ağzına açıq qoydum, qurudu. Bu da maşallah olsun. Böyüyübdür. Əlbəttə çubuqlardan əkmişdim. Çubuqlar da belə bir nəticə veribdir. Çubuqlar da göyəriblər. Belə qəşəng. Kiməyə başı çıxırsa, bu çubuqlar indi kök atıb yoxsa yox. Sualıma cavab verən olsa bunlardan birini hədiyyə eləyəcəm ona. Çubuqlar kök atıb yoxsa yox hal-hazırda. Amma pöhrələnib çubuqlar. Limon ağacın çubuqlarından əkmişəm. Hamısı pöhrələnibdir. Bu limondan. Bu limon da üstüdür, çiçək doludur üstündə. Bunu keçənləri calaq qoymuşdum. Qaraşaq calaq, toka calaq qoymuşdum. Üstüdə maşallah belləri necə lazım.